də neçə cümlə üzvü yanlış işarələnmişdir. Gərək böyüyün dediklərinə qulaq asasan. Qulaq asasan ifadəsi bütövlükdə qulaq asma frazemidir. Deməli, bir səhvdir. Bulağın suyu buz kimi sərin, ayna kimi şəffafdır. Bax, burada ayna kimi, görsən bu şəffaf sifətdir da, şəffaf. Ayna kimi şəffaf, bu zərflik olacaq artıq. Təyin deyil. Deməli, bu da səhvdir. Yəqin ki, sən də bilirsən ki, artıq burada deyil, burada deyil. Bax, bütövlükdə getməliydi. Kənddə olurlar, burada olmurlar. Belə olsaydı, burada deyirlər, burada deyirlər bütöv. Deməli, bu da səhvdir. İdarənin rəisi Səlim kişi gələndə hər kəs ayağa qalxdı. Nə etdi? Ayağa qalxdı. Kim? Hər kəs. Nə zaman idarənin rəisi Səlim kişi gələndə? Bunun hamısı feil bağlama tərkibinin aslı, belə deyək də, hamısı ona tabidir. İstəyirəm ki, sizin dünənki məktubları, sizin məktublarınızı olsaydı, göndərim. Kimə? Ona. Nəyi? Məktubları. Hansı məktubları? Dünənki. Hansı dünənki? Sizin dünənki. Görsən, buradakı sizin məktubları yox, sizin məktublarınızı olmalıdır. Burada artıq bu parçalanır. Yəni, bu, bunun ismi birləşmənin tərəfi deyil. Deməli, nəticədə nə olacaq? Tam-tamına 5 dənə. Doğru cavabımız olur. A variantı. Mətnin tərkib hissələri əsasında uyğunlaşdırın. Baxın, burada deyir ki, mətnin tərkib hissələrinə baxırıq. Bir baxırıq. Girişi var, əsas nəticə. Bu, əslində, miqdə də düşən bir sual formatıdır. Baxaq. Deyir ki, döyüşdə uğur əldə edən qladiatorun nələrin gözlədiyini qeyd edilməsi. Bax, biz bu qladiatorun döyüşdən qalib ayrılmaq, həm azad olmaq, həm də çoxlu hədiyyələr əldə etmək deməkdir. Döyüşdə uğur əldə edən qladiatorun nələrin gözlədiyini. Biz bunu hara yazacaq? 3-sə A yazırıq da. 3-sə A variantı olmayanı çıxaq. Qladiatorların sadə vətəndaşlar arasından seçildiyi vurğulanır. Bu, sadə vətəndaş demir. Bax, deyir ki, qladiator, onlar fiziki baxımdan güclü əsirlər, kölələr və məhkumlar. Burada demir axı sadə vətəndaşlardan. Qladiator döyüşlərinin ilk variantı haqqında məlumat verilir. Bu, əsas hissədədir, 264-cü ildə. Qladiator döyüşlərinin keçirilməsində məqsəd ifadə olunub. Bax, burada qədim Roma imperatorlarının derinə əylənməsi üçün. Deməli, bu girişdir. Qalib gəlmiş qladiator rəqibinə mərhəmət göstərib göstərməməsinin özündən asılı olduğunu bildirir. Xeyr, o, oradakı şahın barmağı belə, bunun kinosu da var. Orada barmağını belə çevirməsindən falandan irəli gəlir. Deməli, bizə lazımdır 1-dir, 2-dir, 3-də A doğru cavab olacaq. C variantı. Cümlənin birində bir-birlə sintaktik əlaqədə ola bilməyən cümlə üzvləri işlənir. Hansı cümlə üzvləri bir-birinə sintaktik əlaqəyə girmir? Mübtəda ilə tamamlıq, mübtəda ilə zərflik, zərfliklə tamamlıq. Bunlar bir-birinə sintaktik əlaqəyə girmir. Dünən gələnləri qarşılayanda gec idi. Gec idi. Nə zaman? Dünən gələnləri qarşılayanda. Zərflik xəbərlə sintaktik əlaqəyə girir rahatlıqla. A olmaz. Məncə, yaxşı insanları görmək sizin arzunuzdur. Sizin arzunuzdur. Nə? Yaxşı insanları görmək. Burada varmı? Mübtəda xəbərdən ibarətdir. Onlar kəndin uzun yollarında gəzişirdilər. Nə edirdilər? Gəzişirdilər. Kim? Onlar. Harada? Kəndin yollarında. Harada? Bax, mübtəda ilə, belə deyək də, zərfli sintaktik əlaqəyə girib. Xeyr. Deməli, olur nə? C variantı. Şagirdləri, təhsil alanları gətirən müəllimləri idi. Şagirdləri, şagirdləri gətirən müəllimləri idi. Müəllimləri idi. Kim? Şagirdləri gətirən mübtəda xəbər. Virus bitəndən sonra hazırlaşmaq istəyirəm. Hazırlaşmaq istəyirəm. Nə zaman? Virus bitəndən sonra. Heç virus qutarıbdır ki, kimi dindirsən xəstədir. Allah kömək olsun.